Bugün kızartmaların, kababların yanında ən ləzzətli gedən tükəməyəli sos hazırlayacağıq. Burada təxminən 2 kiloya yaxın xırda göyən var. 1 kiloya yaxın da anjelik yağ alsın. 1 stəkan su əlavə edib qaza qaynamağa qoyacağıq. İndi tükəməyəlinin əsas ədviyyatını hazırlayacağıq. 1 xörək qaşığı keşniş toxumu tökürük. 1 çay qaşığı qədər duz əlavə edirik. Şorbalarda istifadə olunan şüyüd toxumudur, gül formasında olur. Onu əlavə edirik. 1 xörək qaşığı quru nane əlavə edirəm. Kafamolkadan çəkib belə toz halına gətirdim. Üzərinə 1 çay qaşığı qədər duz tökür. Bunları xırda-xırda tam belə ölüb suyu çıxana kimi bıçağla doğrayacağam. İsti-isti süzəkdən keçəcək ki, tumları və üstündəki qabaqlar qalmasın. İsə ədvalarını əlavə edəcəyik. 2 xörək qaşığı şəkər tozu əlavə edirik və sarımsaqlı istiotumuzu əlavə edirik. Sonda qazda 15 dəqiqə bişirdikdən sonra hazır olacaq. Tükəməyəli sosumuz artıq hazırdır. Belə kıvamda olmalıdır. Bunları kababların yanında və məzə kimi istifadə edə bilərsiniz. Hazırlayacaq olanlara nuş olsun.